Dünyada inanıb aldanmadığın kimsə, nəsə yoxdur. İnandığına aldanmağa məcbursan, məhkumsan. İnandığına aldanmaya bilməzsən. Dünya bizi ardıcıl şəkildə inandırır, aldadır. İnanmaq nədir? İnanmaq inandığını əldə etməkdir. İnanmaq inandığını qəbul etməkdir. İnanmaq inandığında yanılmaqdır. İnandığına yenilməkdir. Bizim dünyaya münasibətimiz, gerçəkliyə münasibətimiz inanmaq və aldanmaq döngüsü içərisində baş verir. Dünya daim dəyişir, yenilənir. Gerçəklikdə nə varsa hamısı ötəridir, keçicidir, nisbidir, yalandır. Deməli, ötəri olan, keçici olan, yalan olan əslində yoxdur. Biz əslində gerçəkliyi yaşamırıq. Biz gerçəklik görüntüsü yaşayırıq. Əslində gerçəklik yoxdur. Gerçəklik illüzyası var. Əslində dünya illüzyası var. Və nə var əslində? Bəs həqiqətdə nə var? Həqiqətdə gerçəkliyin mahiyyəti var. Həqiqətdə dünyanın mahiyyəti var.